Bugün şəhərə getmişdim, işlərim var idi. Xırda bir bazarlıq etmişəm, lazım olan bəzi şeylər almışam. Onları göstərmək istədim. Deməli, boşqab üçün boşqabın üzərinə keçirilən rezinkalı kloklardır. Sonra AE vitamini, İranın bu kremi. Bunu işlədirəm mən, çox yaxşı kremdir. Sonra Alafranın dediyim sizə sabunundan bitmişdi artıq məndə. Bunu aldım. Sonra əlcəklər almışam. Lazım olur mənə. Bu çay paketidir. İşlədirəm mən. Çay paketim də bitmək üzrəydi. Ona görə aldım. Bir paçka. Sonra burada zoğal turşusudur. 2 banka almışam. Mən bunu işlədirəm. Lazım olur. Mən yeməklərdə istifadə edirəm. Baxır hansı yeməklərdə. Toyuq qızartmalarında ən çox əla. Yəni ki, bir şeydir, əladır. Çox yaxşıdır. Yəni istifadə edirəm. Ona görə bitmişdi. Nar yox idi. Nar da alacaqdım. Tək zoğal idi deyə zoğal turşusu aldım. Alça varımdı evdə. Alça turşusu zoğal aldım. Belə. Sonra İran dükanına girmişdim. Təbriz dükanına. Belə bir kurabiyə almışam. Çaylaşmaya. Sonra belə bir yenə də çay içməyə, rəngli şəkərli konfetlər. Burada belə bir çayla içməyə zirincli marmaratlardır. Zirinclidir, turşuna dəliyi var. Çox qəşəngdir. İçində də araxis, qoz var içində, tərkibində. Yəni sucuq formasında da o şirin sucuklar hazırlanır. Bax, o formada olan bir şeydir. Bir də limon duzum bitmişdi. Limon duzu aldım. Mən çəkiylə alıram həmişə. Belə. Bir də Rozmana getmişdim. Rozmandan bir iki şey lazım idi mənə. Onları aldım. Deməli, burada 12 etki bir arada Panorama Türkiyənin saç üçün olan spreydir. Demək, yoğun onarıcı sıvı saç bakım kremi. Çift fazlı. Belə. Demək, burada tərkibində çox yağlar var. Jojoba yağı, yəni çoxdur burada yağlar. İndi hamısını saya bilməyəcəm. Argan yağı, jojoba var. Sonra, yəni çoxdur. Bu nə üçündür? Deməli, həm fenin istisindən qoruyur saçı. Həm o yağlar saçı qidalandırır, gözəl parlaqlıq verir, yumuşaqlıq verir. Gözəl ətri də var, karamel ətirlidir. Belə, yəni ki, hamısı bir aradadır. Yəni ayrı-ayrı almağa ehtiyac yoxdur. Mən Ollinin spreyini işlədirdim. O fenden qorumurdu. Onun krem şəklində olan spreydir. Yəni ki, saçımı yaxşı yumşaldırdı, gözəl ətir verirdi. Yaxşı idi da, yəni quru saçlar üçün, sonra kraska qoyulan saçlar üçün, yəni ki, yaxşıdır. Bu dəfə Ollin artıq bitmək üzrə idi. Bu dəfə bunu aldım. Çox yaxşıdır. İndi işlədəcəm. Görək necə olur. Yəni belə. Çox dedilər, çox yaxşı bir spreydir. Yəni saç üçün. Yəni hamısı da bir aradadır. Ona görə eyni qiyməti idi Ollindən. Ona görə elə bunu seçib götürdüm.
Bu atistondu, İsana'nın atistonum bitmişdi. Bu deməli İsana'nın əl kremidir. Çox quru olan dərilər üçündür, çox yaxşıdır, effektlidir. Məndə İsana'nın başqa əl kremləri var, o artıq bitir. Demək olar ki, biraz qalıb içində. İndi bu dəfə daha güclüsünü yəni aldım. Çünki əllərim bütün günü sudadır, iş görürük, yuyucu vasitələr, yəni əllərimizi, dərimizi xarab eləyir. Belə, bunu aldım. Sonra buradan İsana'nın tər üçün olan kremidir. Bu gəlməyi ilə satıcı qız deyir, bitməyi bir olur. Çox alırlar bunu. Çox tərifləyirlər, işlətməmişəm. İndi işlədib baxacağım, istifadə edəcəm, görüm necədir. Qaralmanın qarşısını alır, sonra tərin qarşısını alır və gözəl də ətri var. Yaxşı da qoxusu var, amma çox balaca bir qabdadır. Yəni qiymətinə görə 6 manatdır. Çox balacadır qabı. İndi işlədərik 24 saat, yəni qoruyur tərdən. Baxaq görək, istifadə edək görək necədir. Belə, burada belə bir pastelin lakını almışam. Belə bir rəngi aldım. Yaydı. Əllərim yəni günəş şüasından qaralıb. Ona görə belə bir rəng aldım. Belə rəng açır əlin rəngini. Yay rəngidir. Belə. Aldıqlarım yəni bu qədər. Belə kiçik bir bazarlıq etmişdim. Belə. İstədim sizin üçün çəkim göstərim. Salam, hər kəsi salamlayıram. Kanalıma, yeni vloguma xoş gəlmisiniz, əziz izləyicilərim. Necəsiz? Məni soruşsaz, şükür, mən yaxşıyam. Siz də yaxşı olasınız həmişə. Belə vlogumu başlatmışam. Yəni axşamdan başlatmışdım əslində. Aldığım məhsulları sizə göstərdim. Sonra heç bir şey çəkmədim. İndi yeni bir gündəyik, səhəridir. İndi başlamışam. İlk işim biraz mətbəxi səliqəyə saldım və çoxlu paltar var idi ütülənməli. Bir neçə günün paltarı idi, yuyulub, yığılmışdı. Ütü stolunun üstü artıq doluydu. Ona görə qərar verdim ki, bu paltarları ütülüyüb yerlərinə yerləşdirim. Çünki lazım olanda yəni rahat olsun. Əlimizin altında hazır ütülənmiş paltarlar olsun. Ona görə də başladım ütü işinə. Dedim sizinlə də salamlaşım. Siz necə paltar ütüləməyi sevirsiniz? Rəylərdə əziz xanımlar öz fikirlərinizi yazıb mənimlə bölüşə bilərsiniz. Ev işlərində hansı işlərdən xoşunuz gəlir, hansı işləri həvəslə görürsünüz? İndi paltarları ütüləyəndən sonra mətbəxdə işlərim var. Sizinlə birlikdə mətbəxdəki işlərimi görəcəm. Bugün hansı yeməkləri hazırlayacağım, onu sizinlə birlikdə, yəni sizin üçün çəkib göstərəcəm.
mətbəxə keçmişəm. Gördüyünüz kimi pendir almışdıq. Pendiri doğrayıb qaba yerləşdirdim. Deməli, əti yudum, əti doğradım, yudum, suyu getdi, çəkmişəm əti. Bugün kotlet hazırlayacağım, bir də xırda küftəciklərlə sup hazırlayacağım axşam yeməyinə. Ətə vurmuşam 3 baş soğan, o ətin miqdarına baxır nə qədər ətdən hazırlayacağım. Bir kartof, biraz isladılmış çörək, bir yumurta, deməli, duz, istiot, sarı kök. Ətə qatdığım, əlavə etdiyim şeylər bulardır. Belə, indi ət maşının hissələrini, əti çəkmişdim, onları yuyum. Bir-iki qab var, onları yuyum. Sonra yeməyimizə keçək. Yeməyimi pişirməyə başlayayım. Mən qablarımı yudum, yığışdırdım, rahat olsun mənim üçün. Çünki qarışıqlıqda istəmirəm yemək hazırlayım. Qablar bulaşıq olanda hərəsi bir tərəfdə mətbəx qarışıq olur. Narahatçılıq olur yemək hazırlayanda. İndi supun tərəvəzlərini doğrayıram. Kök, biber, görürsünüz, bir baş soğandır. Demək, mən su qoymuşam qazanda qaynasın. Bir neçə dəfə göstərmişəm su hazırlayanda. Mən supu belə hazırlayıram, soğança etmirəm. Yəni yağ soğan qovurmuram. Qazanda su qoymuşam, qaynasın. Baş soğanı çərtəcəm 4 yerə. Yəni tam kəsmirəm. Onu suyun içine atacağım. İndi görəcəksiniz, yəni göstərəcəm. Suda qaynayır soğan. Sonra yavaş-yavaş növbə ilə başqa tərəvəzlərini də əlavə edəcəm. Yəni bunların hamısını çəkmişəm. Məncə danışmağa ehtiyac yoxdur. Və bir neçə dəfə də kanalımda var sup hazırlığı. Yenə də istədim deyim, bəlkə yeni qoşulanlar var, baxmayıblar. Ona görə deməyi özümə borc bildim. Belə xırda küftəciklərlə sup hazırlayıram. Elə kotletə hazırladığım ətin, deməli o ətdən yəni götürdüm küftəciklər üçün.
Qalanını da kotlet hazırlayacağım. Belə.
supum da hazırdır. Kotlet qızartdım, kartof qızartdım yanına qarnir olaraq. Bizdə ən çox qarnir olaraq kartofu çox xoşlayırlar. Düzdür, hərdən vermişik. Makaron, qreçka da hazırlayıram. Yəni qarabaşaq, amma ən çox kartof qızartması sevilir bizdə. Ona görə ən çox qarnir yerinə etdiyim kartof qızartmasıdır. İndi də tərəvəzlərdən yenə salat hazırlayıram. Bizim süfrə salatsız olmur. Yəni biz belə öyrəşmişik yeməklərimizi. Hər hansı bir mütləq salat olmalıdır. Onunla yeməliyik. Yəni qışda şorabalar filan, yəni cürbəcür şorabalarla. Yayda da belə tərəvəz salatları, yəni bizim xoşumuza gəlir. Yəni belə yeyirik yeməyimizi. Ona görə mütləq salat da hazırlayıram. İndi süfrə hazırlayıram. Biz yeməyimizi yeyək, bizə nuş olsun. Siz də əgər mənim bu videoma baxa-baxa bəlkə də yemək yeyirsiniz, sizə də nuş olsun. Artıq axşamdır. Bütün işlərimi bitirmişəm. Mətbəximi də yudum, təmizlədim, yığışdırdım. Qablarımı da yudum. İndi bu qabları da səliqə ilə yerinə yığacam. Çay qoymuşam. İndi çay içəcəyik. Burada da vlogumu bitirirəm. Vloqum xoşunuza gəldisə bəyənməyi unutmayın. Yeni qoşulanlar da əgər mənim videolarımı bəyənirlərsə, həvəslə izləyirlərsə abunə olmağı və videolarımı bəyənməyi unutmasınlar. Hələlik bu qədər. İnşallah ki yeni vloqlarda, yeni videolarda görüşərik. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.